bütün itən uşaqlar ölkədə hamısını polisin əli ilə oğurlatdırıb İlham Əliyev və Mehriban Əliyevanın ailəsinə, yaxınlarına və ya onların icazəsi ilə hakimiyyətdə olan və ya xaricdə olan pullu adamlara vurulur. Əsasən Heydər Əliyev hakimiyyətdə olduğu devirdə 10-11 il ərzində bütün itən uşaqların sayı nə qədərdirsə, İlham Əliyev dönəmində o boyda uşaqlar cəmi 2 saya itir. İlham Əliyevin oğlu qızı daxil olmaqla, Mehriban Əliyeva daxil olmaqla, hələ Arif Paşayevin sağlığında və İlham Əliyevin nazirləri, İlham Əliyevin nazirlərinin valideynləri, İlham Əliyevin özünün və ətrafının iri buynuzlu məmurlarının, balalarının əksəriyyəti xəstədir. Xalqın ah-naləsi üzərlərinə çöküb, lənətə gəliblər. Və onların uşaqlarına, nəvələrinə, valideynlərinə, özlərinə həmən uşaqların köçürürlər. Başqa da köçürürlər. Dərilərinə qədər, dərisini belə bədən dərsini, bədənlərinə vururlar. Qırış yerlər var, Mehriban boyu qırış. Belə vururlar. Ölkədə bütün qaçırılan uşaqların hamısı Daxili İşlər Nazirliyinin hospitalının badvanına gətirilir. Hətta bunu edəndən sonra uşaqların hamısı Nazirliyin hospitalında həyata keçirilir. Çox vaxtı suya atırlar. Ya da polis əli əyağı var idisə bu söhbətdə bir balaca kənd, kəsək, məhəllə duyuq düşübsə, ümumiyyətlə uşağı ortaya çıxartmırlar. Uşağı atapleniyaya bağlayıb dənizə atırlar.